Lavrenti Beriya Kremldə kifayət qədər nüfuz və söz sahibi olmaqla yanaşı siyasi fəaliyyətində, şəxsi həyatında təhlükəli, müəmmalı və amansız bir siyasətçi kimi tarixdə iz qoyub. Stalin hakimiyyəti dövründə Beriyanın fəallığı və bu fəallığın arxasında gizlənən bir çox məqamlar illər ötəndən sonra bəlli olub. 1889-cu ilin martın 17-sində Abxaziyada sadə bir kəndli ailəsində dünyaya göz açan Beriya siyasi fəaliyyətinə çox erkən yaşlarda başlayıb. Hələ 16 yaşı olarkən Zaqafqaziyada inqilabi hərəkata qoşulub. Əks inqilabçılara qarşı mübarizədə fəallıq göstərən gənc Lavrenti artıq 21 yaşında Azərbaycanda Fövqəladə Komissiyanın tərkibində xidmətə başlayıb. Beriya təhsilini də Bakıda inşaat mexanika peşə məktəbində alıb. Onun sevincliyi, təşkilatçılıq bacarığı, insanlara təsir göstərmək qabiliyyəti siyasi karyerasında mühüm rol oynayıb. Bu məziyyətlərinə görə Beriya 1927-ci ildə Gürcüstanda Xalq Daxili İşlər Komissarı vəzifəsinə təyin olunub. SSR rəhbərliyinin şəxsən də Stalin diqqətindən yayınmayan Beriya yuxarıdan gələn rəsmi və qeyri-rəsmi göstərişlərin icrasını ən yüksək səviyyədə yerinə yetirib. Təbii ki, həmin dövrdə bu dərəcədə icraçılıq qabiliyyətinə malik insanlara böyük ehtiyac olub. Ən başlıcası isə Beriya Moskvaya sadiqliyini ustalıqla nümayiş etdirməyi bacarıb. Bu bacarıq növbəti dəfə onu biraz da irəli aparıb. 1931-ci ildə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsi Beriyaya həvalə olunub. Məhz bu dövrdə Stalinlə Beriya arasında daha sıx münasibətlər yaranıb. Gürcüstan rəhbərliyi dövründə Lavrenti Beriya Respublikanın iqtisadi vəziyyətində dönüş yaradıb. Gürcüstan Sovetlər Birliyinin ən inkişaf etmiş respublikalarından birinə çevrilib. Nəhayət 1938-ci ildə SSR rəhbərliyi tərəfindən Beriyanın Moskvada fəaliyyət göstərməsi məqsədə uyğun sayılaraq onu Xalq Daxili İşlər Komissarının müavini vəzifəsinə təyin ediblər. Cəmi 3 aydan sonra isə Beriya NKVD-yə başçılıq edib. Əslində ilk vaxtlar Yejov kimi qan içəndən sonra Beriyanın NKVD-yə rəhbərliyə gətirilməsi insanlarda NKVD xofunu biraz azaldıb, amma NKVD-yə yenə də əvvəlki kimi Stalinin tapşırığı ilə repressiya marşlı funksiyasını yerinə yetirib. Yəni məzmun eyni olub, sadəcə format dəyişib. Beriya Stalin üçün ən etibarlı silahdaş olub. Rəhbərin bir çox məxfi tapşırıqlarını Beriya icra edib. Bunun müqabilində Beriya öz maraqlarını həyata keçirməkdə problemsiz olub. Böyük Vətən müharibəsi illərində o Dövlət Müdafiə Komitəsinin üzvü, 1941-45-ci illərdə isə Stalinin zəmanəti ilə komitə sədrinin müavini təyin edib. Müharibə illərində SSR üçün tali yüklü bütün məsələlərdə Beriyanın iştirakı vacib sayılıb. Ən ağır dövrdə Stalin SSR-nin atom silahı ilə bağlı layihə rəhbərliyini də Beriyaya həvalə edib. Beriya hakimiyyət hərisi olduğu kimi qadınlara da hədsiz dərəcədə maraq göstərib, onun seksual manyak adlandırıblar. Baş mühafizəçisi polkovnik Sarkisov Beriya üçün qadınların təşkil olunmasında əsas rol oynayıb. Bir çox hallarda Beriya şəhərdə maşınla gedərkən yoldan keçən qadınlara baxmaq üçün sürücüyə yavaş sürməyi əmr edib. Əgər yolda onlardan kimsə onun xoşuna gəlibsə, Sarkisov öz işinə başlayıb. Həmin qadınla maraqlanıb, telefon nömrəsini, ev ünvanını öyrənib və nəyin bahasına olursa olsun sahibini razı salıb. Beriya repressiya olunmuşların həyat yoldaşlarına, bacılarına, qızlarına daha çox göz salıb. Bu münasibətlərdə razılaşmalar olub. Əgər həmin xanımlar Beriyanı razı salıblarsa, Beriya da öz növbəsində həbsdə olan yaxın adamlarını azad ediləcəyinə söz verib və vədinə əməl edib. Onun məşuqələri arasında məmurların həyat yoldaşları da yer alıb. Hətta az yaşlı uşaqlar da Beriyanın ehtirasının qurbanı olub. Beriya öz ehtirasının əsiri olub. Ağına bozuna baxmadan kimliyindən və harada olmasından asılı olmayaraq öz tələbatını ödəmək üçün istənilən addım atıb. Hətta həyat yoldaşı evdə olarkən qadınları evə gətirməkdən çəkinməyib. Beriyanın siyasi karyerası 1953-cü ilin ortalarından tənəzzülə uğrayıb. Təbii ki, təhlükəli Beriyanın mövcudluğu Xruşovun narahatlığına gətirib və gələcəkdə onun lider olmaq ehtimalı baş katibi düşünməyə vadar edib. Həmin ilin iyunun 26-sında Nazirlər Sovetinin iclasında Nikita Xruşov Beriyanın fəaliyyətini kəskin tənqid edərək onu dövlət əleyhinə çıxmaqda və casusluqda ittiham edib. Bunu gözləməyən Beriya özünə haqq qazandırmaq istəsə də Zhukovun onun qollarına vurduğu qandal hər şeyə son qoyub. Bu həmin Zhukov olub ki, Beriya dəfələrlə onu həbs etməyə cəhd göstərib. Beriyanın təhlükəli və hiləgər olmasını nəzərə alaraq onu adi təcridxanaya yox, Moskva hərbi dairəsinin bunkerində saxlayıblar. Beriya həbs olunandan sonra onun bütün tərəfdaşları, o cümlədən həyat yoldaşı və oğlu da həbs edilib. Lavrenti Beriyanın məhkəməsi 1953-cü il dekabrın 23-də yekunlaşıb. SSR Ali Məhkəməsinin hökmü ilə ona güllələnmə hökmü oxunub və məhkəmənin qərarı həmin gün icra olunub. Lavrenti Beriyanın ölümü ilə bağlı digər versiyalarda mövcuddur ki, o həbs olunan gün güllələnib. Qapalı keçirilən məhkəmədə isə müttəhimlər kürsüsündə onun oxşarı əyləşib.